Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Əziz müsəlmanlar, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Bir həftə bundan əvvəl vəd verdiyimiz kimi vədimizin üstündə durub bugün o dediyimiz mövzu barədə danışacaq. Bugün danışacağımız mövzu 11-15-ci əsrlərdə Azərbaycandakı əxilər barədə olacaq. 500 il Azərbaycanda əxilər olub. Əvvəla qeyd edim, əxi nə deməkdir? Əxi ərəbcə qardaş deməkdir. Əxilər, yəni qardaşlar. Qardaş kimə deyilir? Biz açırıq Quran-ı Kərimi, Allah Subhanahu Teala Quranda nə deyir? Hucurat surəsində deyir, İnnəməl müminunə ixvətun. Möminlər qardaşdırlar. Demək, sənin qarşındakı adam mömin adamdırsa, sən araşdırmamalısan ki, onun təriqəti, firqəsi, məzhəbi nədir? Nədir özü bilər? Özü cavab verəcək qiyamət günü. Ancaq qarşındakı kafir deyil, mömin də axı. Möminlər də qardaşdırlar. Başqa bir ayədə də Allah Subhanahu Teala deyir ki, möminləri qoyub kafirləri özlərinə dost tutmasınlar. Bu açıq aydın ayələrdir. Göstərir ki, mömini qardaş hesab etməlidir və əgər qardaşdırsa, o qardaşın haqqını ödəməlidir. Bir var, sənin fikrin, o mömin qardaşın fikri ilə üst-üstə düşmür. Sən onun əməlini bidət hesab edirsən, bu da sənin əməlini bidət hesab edir. Tutuşmur xasiyyətiniz. Bir yerdə oturub durmursunuz. Yaxın dost deyilsiniz. Amma bu demək deyil ki, qardaş deyilsiniz. Möminlər hamısı qardaşdırlarsa, səhvi olsa belə, o səhv onu İslamdan çıxartmır, qardaşlıqdan çıxarmır. Və buna dəfələrlə mən misal çəkmişəm. Gəlirsən Məkkəyə, ümrə ziyarətinə, Ramazandır. Qarşına çıxan hər kəs sənə salam verir, salamını alırsan. Soruşmursan ki, sən hansı firqədənsən, sünnisən, şiyəsən və s. Salam verir, salamını alırsan, çünki qarşındakını mömin hesab edirsən. Eləcə də iftar məclisi, iftar süfrəsi dəvət edir ki, gəl bizi ilə bərabər iftar edək. Nə bilirsən o süfrədə oturanlar hansı təriqətdəndir, hansı məzhəbdən. Amma onlarla bərabər oturub iftar edirsən, çünki onlara özünə qardaş hesab edirsən. Onlar ora ibadətə gəlib. Eləcə də indi məsələn qardaşlarımız həcc ziyarətindədir. Neçə milyon adam ora yığışır. Məyər hamısı elə sənin fikrindədir. Hərəsinin öz fikri var, öz təriqəti, öz məzhəbi. Bu qaçılmazdır. Peyğəmbər sallallahu aleyhi ve sellem əvvəlcədən deyib ki, bu ümmət belə olacaq. Amma bu ümmət gərək ağıllı olsun ki, mömin qardaşını arxa çevirməsin. Onu özünə düşmən hesab etməsin. Onda bu ümmət əvvəlki kimi bir cəmaat ola bilər. Və qarşındakı mömini qardaş hesab eləməsən, onun haqlarını ödəməsən, birbaşa bu ayəyə zidd edilmiş olursan. Allah deyir qardaşsız, sən isə onu özünə qardaş hesab etmirsən. İkinci ayə, bu da Əl-İmran surəsindədir. وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Allahın dinindən möhkəm yapışın və parçalanmayın, firqə olmayın. Diqqət edin, Allah bunu əmr edir, sahabələr də bunu yerinə yetirir və sahabələr cəmi 70 min bir cəmaat və o cəmaata Allah Taala bərəkət verir. Dünyanın 4/3 hissəsinə o dövrdə hökmranlıq edirlər. 4/3 hissəsini fəth edirlər. Bərəkət, İslamın bərəkəti gör, haralara qədər gedər çıxır. Çünki onlar öz aralarında olan ixtilaf saysa da, amma qarşısındakini müsəlman hesab edir və o ilə qardaşlığı münasibətini pozmurdular. Yəni firqə bu tərəf
bir firqə olsun, desin ki, biz Abu Bəkirçilərik, o birisi desin Ömərçilərik, bu birisi Osmanlılar, o birisi Ələvi. Böyle şey yox idi onların arasında. Bunlar sonradan meydana çıxıb. Və indiki dövrdə də kim özünə hər hansı bir firqə adı götürməklə o biri tərəfdə olan müsəlmana yuxarıdan aşağı baxırsa, mən əminliklə deyirəm, o cəhənnəmə gedəcək. Niyə? İndi deyəcəm. Niyə? Allah Subhanahu Teala Həcc surəsinin 78-ci ayəsində deyir ki, "Huvə səmməkum muslimin min qablu və fi hada." Allah sizi əvvəlki kitablarda da, bu kitabda da, yəni Quranda da müsəlman adlandırdı. Baxın, ən gözəl adı Allah verib bizə. Bizdən əvvəlkilərə də, yəni Adəm əleyhissalam, Nuh, İbrahim, Musa, İsa, Süleyman, Davud hamısı müsəlman olub. Onlar özlərinə başqa ad götürməyib. Biz niyə götürüb bu adı özümüzə götürməklə firqə yaradıb qarşı tərəfə düşmən olmalıyıq? Niyə? Əgər bunu eləyirsə, birbaşa Quran ayəsinə zid gedir. İndi deyəcəyim məsələyə diqqət edin, qardaşlar. Allah Subhanahu wa Taala sahabələrdən razıdır. Quranda neçə ayə var. Radiyallahu anhum deyir. Ona görə biz sahabə adı çəkəndə deyirik ki, radiyallahu anhu. Qətiyyətlə deyirik ki, Allah onlardan razıdır, çünki Quran ayəsi var. Neçə ayə var Quranda. Və o ayələrdən biri Tövbə surəsinin 100-cü ayəsi. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُم بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ. Diqqət edin bu ayəyə. Allah kimdən razıdır? Mühacirlərdən, ənsardan razıdır və onlar üçün cənnəti hazırlayıb. Belədir. Razıdır və cənnəti hazırlayıb. Onlar cənnətlikdir. İndi diqqət edin. Peyğəmbər sallallahu aleyhi ve sellem evində oturub, baxır ki, bayırda səs-küy gəlir. Tez çıxır bayıra. Görür 2 nəfər durub, 2 dənə müsəlman. Sahabədir ikisi. Bunların arasında münaqişə, əlbəyaxa davaya gətirib çıxaracaq birazdan. O qədər bir-birinə aqresiya ilə yanaşırlar. Nə deyirlər bunlar bir-birinə? Bu ona deyir ki, mən səndən üstünəm, çünki mən mühacirəm. İcrət eləmişəm, səndən əvvəl İslamı qəbul eləmişəm, o çətinlikləri görmüşəm. Bu biri də ona deyir ki, mən səndən üstünəm, çünki biz sizə sığınacaq verməsəydik Mədinədə, ümumiyyətlə sizi yox eləyəcəkdilər, heç İslam olmayacaqdı. Rasulullah sallallahu aleyhi ve sellem ikisinə də baxır, deyir ki, bu halda ölsəniz, ikiniz də cəhənnəmə gedəcəksiniz. Yanında duran sahabə deyir, ya Rasulullah, bunlar ikisi də namaz qılır axı, oruç tutur, zəkat verir. Belə halda bunlar cəhənnəmə gedəcəkdir, bəli, cəhənnəmə gedəcəklər. Diqqət edin, mühacir və ənsardan o tərəfə fəzilətli mömin yoxdur ya. Peyğəmbər s.ə.v-dən sonra ən fəzilətli insanlar sahabələrdir. Və mühacir, ənsar açıq aydın Allah Teala Quranda onları tərifləyir. Onlardan razı qaldığını bildirir. Amma öz aralarında firqə yaratdıqda artıq Allah onlardan narazı olaraq cəhənnəmə salır. Və buna görə də siz elə bir hədis, tarixi rəvayət tapa bilməzsiniz ki, orada deyilsin ki, sahabələr özlərinə dəstə qurmuşdu. Bunlar deyirdi, biz mühacirlərik. Bunlar deyirdi, biz ansarıq. Elə şeyə rast gələ bilməzsiniz. Onlar hamısı qardaş idilər və deyirdilər ki, biz müsəlmanıq. Və səhih rəvayət hamınız bilirsiniz. Peyğəmbər sallallahu aleyhi ve sellem mühacirlərlə ənsar arasında qardaşlıq bağını möhkəmləndirirdi. İstənilən bir mühacir gələndə Məkkədən çağırırdı ənsardan birini, deyirdi ki, bax, siz qardaşsınız, əl-ələ verin bir-birinizə və söz verin ki, axıra kimi qardaş olacaqsınız. Onlar da həqiqi mənada axıra qədər qardaş olurdular. Elə bir qardaşlıq yaradır onların arasında. İki tayfa təsəvvür elə, illərlə bir-birinə qarşı düşmən olub, Avs və Xəzrəc. Rasulullah sallallahu aleyhi ve sellem gəlir, deyir ki, bu tayfa bazlıq söhbətini kənara qoyun. Mən Əvsliyəm, mən Xəzrəcliyəm. İndiki dövrdə də həmçinin mən Türkəm, mən Kürdəm, mən Lazam, mən Naxçıvanlıyam, mən nə bilim nəyəm. Bu söhbətləri kənara qoymaq lazımdır. Mən müsəlmanam, qutardı.
Və bununla da həmin o İslam qardaşlığı səhabələrin dövründə olduğu kimi indiki dövrdə də olacaq. Əmin ola bilərsiniz. Bunun üçün nə etməliyik? Sahabələr nə edirdisə, onu eləsək, o qardaşlıq münasibəti yenidən qayıdacaq bu ümmətə. Bu ümmətin o qardaşlıq münasibəti var, sahabələrin dövründə olur. Sahabələrin dövrü başa çatanda ən son sahabə hicrətin 110-cu ildə vəfat edir. Ondan sonra bilirsiniz hamınız, monarxiya gəlir, padşahlıqlar. Və həmin o monarxiya dövründə Abbasilərin xilafətinin son dövrləridir. Aləəddinin, xəlifə Aləəddinin dövrüdür. Müsəlmanlar baxır ki, belə getsə, ümumiyyətlə xilafət dağılacaq. Xilafəti qoruyub saxlamaq, yəni müsəlmanların birliyini, o qardaşlığı qoruyub saxlamaq üçün sahabələrin dövründə olan o qayda qanunu, indiki terminlə desə, sistemi qaytarmaq lazımdır. Və beləliklə bir qrup müsəlman bunu qaytarır. Həmin dövrdə Abbasilərin xilafətinin son dövrüdür. Bu tərəfdə də, Anadolu tərəfdə Səlcuqlar, 11-ci əsrdir. Əxilər təşkilatını qururlar. Əxilər təşkilatı. Bu təşkilat, onların qaydaları var, prinsipləri var. Bu barədə danışacağım. Görəcəksiniz ki, hamısı Quran ayələrinə, hədislərə istinad etdikləri bir şeylərdir. Özləri, əxilərin özləri, əksəriyyəti o dövrdə sufi olur. Bizim onların düşüncəsi ilə, etiqadı ilə işimiz yoxdur. Onu kənara qoyaq. Əsas onların gətirdiyi o qayda qanun ki var, biz ondan danışacağıq. Bunun heç biri nə Qur'ana, nə də Peyğəmbər sallallahu aleyhi və sələmin həyatına, həyat tərzinə, yəni sünnəsinə zidd deyil. Elə isə onu biz həyata keçirsək əgər, dünyanın hər yerində müsəlmanlar bir qardaş olacaqlar. Əvvəla qısa olaraq deyim, ilk bu təşkilatı yaradanlar kimlər olub? Abbasi xilafətində, dövründə Səlcuqların vaxtında məlumatınız olsun. Bu elə də əhəmiyyətli bir şey deyil. Deməli, birinci Osman, Osmanlı imperiyasının qurucusudur. Bilirsiniz, Osman, Ərtuğrulun oğlu Osman, o baxır ki, bu gözəl sistemdir. Bu təşkilatla dost olmaq lazımdır. Bu da onu göstərir ki, xəlifədə olanlarla, yəni rəhbərliklə, o sıravi müsəlmanlar əl-ələ verib, xilafəti qoruyub saxlayırlar. Allah Quranda nə deyir? وَتَعَاوَنَ عَلَى الْبِرِّ وَالتَّقْوَى Yaxşı iş görməkdə bir-birinizə dəstək olun. Bunlar bir-birinə dəstək olurlar. Allah da onlara kömək edir, gör, 500 il həmin o qayda qanunla idarə edirlər. Deməli, Osman nə edir? Osmanın iki həyat yoldaşı olur. Bu iki həyat yoldaşından biri kimin qızı olur, bilirsiniz? Əxi Şeyx Ədəbalinin. O Ədəbali Şeyx ki var, Əxilər təşkilatının üzvü olur o və aktiv dəvətçisi olur. Onun qızını alır, o ilə qohum olur. Deməli, bu təşkilatı formalaşmasında rolu olan Əxi Əbülfərəc Zəncani, Əxi Evrən, xüsusilə bu tərəfdə, Azərbaycan tərəfdə, Mahmud Xoyi, Əhməddin Kirmani, Sadəddin Mahmud Təbrizi, Əhməd Ərdəbili, Naxçıvanlı Xacə Muhammed və digərləri bu təşkilatda dəvətçi olurlar. İslamı dəvət ediblər. Və Azərbaycanın ərazisində bu əxilər harada olub? Harada bunlar yığışır, harada dəvət aparır, İslamı yaşayır, insanlara dəvət edir, öyrədir. Harada? Diqqət edin. Təbriz, Ərdəbil, Xoy, Naxçıvan, Ordubad, Şamaxı, Şirvan, Gəncə, Şəki, Quba, Zəngəzur, Bakı və başqa yerlərdə əxilər olub. Zaviyələri olub onların, oturduqları yerlər, yığışdıqları yerlər. Və hamınız tanıyırsınız məşhur Sara xanım Aşurbəyli. Kitab yazıb Şirvanşahlar dövləti. O kitabda qeyd edir ki,
Əxi təşkilatının Şirvanda, Bakıda, Abşeronda, Şamaxıda və başqa yerlərdə nümayəndələri var idi. Belə Şamaxının adı bəllidir, görürsünüz, Şam əxiləri. Şam əxi, Şam əxiləri. Ondan sonra Bakıda bir divar var, o divarın üstündə balaca bir kitabə var. Kitabədə yazılıb ki, bunu filan əxi filan tarixdə tikdirib. Yəni, belə şeylər çoxdur, tarixi araşdıranda görürsən ki, həqiqətən də bu ərazilərdə əxilər fəaliyyət göstərib. Ancaq mən həmin o əxilərdən əsas bütün Azərbaycanın tanıdığı dahi şəxsiyyətlərin adını çəkmək istəyirəm. 1. Əfzələddin Xaqani Şirvani əxi təşkilatının üzvü olub və aparıcı qüvvələrindən biri olub, dəvətçilərindən. 2. Nizami Gəncəvi Gəncə əxilərin təşkilatının üzvü olub. Və Xəmsəni oxuyanda görürsünüz ki, orada nə qədər o qardaşlığa aid çoxlu şeirlər var, işarələr var. O ilə göstərir o əxi olduğunu. Və bir də inanmazsınız, Məhsəti xanım Gəncəvi o təşkilatın üzvü olub, o da dəvətçi olub. Yəni, onların şeirlərindən götürülüb bu. Kimlər ki, deyir ki, bunlar o təşkilatın üzvü olub, onlar hamısı onların şeirlərinə baxır. Şeirlərində, hətta Xaqani öz şeirində atasının barədə 2 misrada deyir ki, əxi filan kəs filan işi gördü. Atasının adını çəkir orada. Və əxi olduğunu qeyd edir xüsusilə. Bizim əsas burada bizi maraqlandıran nədir? Bax, bütün gücünüzü buna qoyun. Diqqətinizi buna yönəldin. Bundan möhkəm yapışın. Onda dünyanın hər yerində həqiqi mənada müsəlmanlar qardaş olacaqlar. Deməli, əxilərin qoyduğu prinsiplərdən, qaydalardan əxi olan adamda 3 şey hər zaman açıq, 3 şey bağlı olmalıdır. Diqqət edin, 3 şey açıq, 3 şey bağlı. Açıq olan şeylər nədir? 1. Əlin açıq olması. Yəni, səxavətli olmaq. Yaxşılıq etmək. Yetimlərə, dul qadınlara, ehtiyacı olanlara kömək eləmək. Və buna dair də Quranda, hədislərdə kifayət qədər dəlillər var. Məsələn, birini deyim, Allah s.ə.v. tərifləyir, deyir o kəslər ki, gecə-gündüz aşkarda və gizgində öz malından xərcləyirlər. Allah onlardan razıdır. Hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o kimsə ki, Allah rızası üçün yetimə kömək eləyir, cənnətdə mənimlə belə yaxın olacaq. 2 barmağını yan-yana tutur. Yaxın. Dul qadınlara kömək eləyir, gündüzləri oruç tutan, gecələri ibadətlə keçirən, Allah yolunda vuruşan mücahidin savabı qədər savab qazanır. Sədəqə verir sağ əli ilə sol əlinə bildirmədən qiyamət günü kölgə altında olacaq. Nə qədər hədislər var. İnsanı təşviq edir ki, insanlara yaxşılıq eləyəsən. Əlin həmişə açıq olsun. 2. Süfrəni açıq tutmaq. Süfrən həmişə açıq olsun. Bu da məşhur hədisdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim Allaha və axirət gününə iman gətiribsə, qoy qonağına ehtiram göstərsin. Siz bilirsiniz, keçmişdə karvansaraylar olub. Karvansaraylar pulsuz olub. İndiki otellər kimi yox. Gecəsi 300 manata, 500 manata, 15 minə, nə bilim neçəyə. Karvansaraylar hamısı nəyə görə nəzərdə tutulub? O, Allah yolunda sədəqə verən insanlar o karvansaraylara niyə tikdirib? Niyə ora gələn müsafirləri pulsuz orada qonaq saxlayıb, onlara qarnını doydurub? Niyə? Bax, buna görə Peyğəmbər sallallahu aleyhi ve sellemin bu tövsiyəsinə görə ki, qonağına ehtiram göstərsin. Quran-ı Kərimdə ayə var. O kəslər ki, kasıba, yetimə, filan, sonra bir də gəlir müsafirə. Müsafir qonaqdır. Qonaq gəldi, sən ona ehtiram göstərirsən. Əgər möminsənsə. 3-cü, bu çox möhtəşəmdir, bunu deyəcəm indi. Heyrətə gələcəksiniz. Qapını açıq saxlamaq. Bu o demək deyil ki, qapını açıq saxla, ged yat, gecə qapı açıq qalsın. Yox. Hədislər var ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yatanda qapı bağlı olmalıdır ki, şeytan içəri girməsin.
Hətta Bismillah deyib o qapı bağlanmalıdır ki, şeytan içəri girməsin. Qapı açıq qalmaq nə deməkdir? Diqqət edin, Ənəs ibn Malik radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edənə qədər heç bir sahabənin evinin taxtadan qapısı yox idi. Hamısında nə idi? Pərdə, palas, xalça gəlirdi, yanında dururdu, içəri girmək üçün deyirdi, Əssəlamu aleykum. İçəridən əgər və aleykumussalam desəydilər, içəri girirdi. Yəni, bu izin istəməyin formasıdır. O qədər bir-birinə etibar edirdilər ki, bilirdi ki, qapı yoxdur, heç kəs içəri girib, içəridən izinsiz oğurluq eləməz. O qədər bir-birinə etibar edirdilər. O etibar barədə çox misallar çəkə bilərəm, çox misallar çəkə bilərəm. 2 dənə misalla kifayətlənəcəm. Bax, xəlifə Ömər ibn-i Xattab radiyallahu anh 10 il 11 ay xəlifə olub. Və 10 il 11 ay ərzində nələr eləyib, onu bütün tarix bilir. 2 böyük imperiyanı darmadağın edib, Qüdsə azad edib və demək, onun düşməni çox idi, elə deyil. Ancaq necə olur ki, Ömər ibn Xattab radiyallahu anh mühafizəsiz gəzir. İstədiyi yerdə də başını qoyub yatır, ağacın altında, öz daxmasının qarşısında, qapının ağzında yerdə. Heç nədən də qorxmur. Niyə? Çünki o qədər etibarlı dövr idi ki, o qədər etibarlı. Hamı bir-birini çox istəyirdi. Elə dövr gələcək, qiyamətə yaxın elə bir dövr olacaq ki, vəhşi heyvanlarla bir yerdə olacaq, amma vəhşi heyvanlar heç kəsə hücum eləməyəcək. İndi siz bir düşünün. Balaca vaxtı kəndlərdə olmuşsunuz da yəqin ki. Mən hər 3 ay gedib kənddə yaşayırdım, görürdüm. Kənddə kimsə qapısını bağlayırdı. Elə olurdu ki, qonşudur məsələn, qapı da açıq, çıxıb gedir şəhərə, 10 gündən sonra qayıdacaq. Bu biri qonşu hər gün gəlir, girir içəri, onun toyuqlarına dəm verir, nə bilim, heyvanına ot verir. Bu, belə mehribançılıq təsəvvür elə. Ancaq Allaha iman gətirən, Allahdan qorxan insanlarda olur. Səhabə səhabənin evinə girir, qazanı götürür, gətirir, qoyur qonağının qarşısına. O biri səhabə evinə gəlib o qazanı görmür. Yoldaşına deyir ki, hanı qazan? Deyir ki, qonşun gəldi, götürdü, qonağa gəlib. Deyir, halal xoşunuş olsun. Özü bir təyər xurma ilə keçinir. Belə qardaşlıq indi varmı? Varsa da çox azdır. Elə bir seyf qapılarda 4-5 dənə kilitlə bağlayırlar ki, görək nə olacaq? Nədən çəkinirsən? Nədən qorxursan? İkinci, onların bağlı qalması ki, 3 şeydə bağlı qalmalıdır. Nədir bu? Bağlı qalmaq. 1. Gözün. Allah Teala Quranda deyir ki, kişilərə denən qadın, naməhrəm qadına baxmasın, qadınlara da naməhrəm kişiyə baxmasın. Göz zinadan uzaq olmalıdır. Həmçinin güdmək, cəsusluq etmək, kiminsə eybini araşdırmaq. Bu da göz aiddir, bu da bağlı olmalıdır. YouTube'da bir Bakı kəndlərindən birindən bir yaşlı kişi danışır, əvvəlki kişilərdən. Onun bir sözü o qədər ləzzət elədi mənə. Deyir ki, kişi gərək kişinin evinə kör girsin, kar otursun, lal çıxsın. Bu nə deməkdir? Girəndə ora-bura baxmasın ki, qadın var, kim var, nə yox. Qulağını şəkilləməsin ki, o kim harada nə danışır. Və çıxanda da nə görübsə evdə o, heç kəsə danışmasın. İndi bəzi kişilər var ki, qadınlardan betərdir. Allah hidayət versin. İkinci, bağlı saxlanılan dildir. Dil. Dillə gərək qeybət eləməyəsən, söyüş söyməyəsən, təhqir eləməyəsən və s. və s. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Müsəlman o kəsdir ki, onun dilindən, əlindən başqa müsəlmanlara zərər dəyməsin. Və Allah Subhanahu taala Quranda Hücurat surəsində deyir ki, möminlərə, bir-birinizin qeybətini etməyin. Bir-biriniz haqqında pis sözlər
danışmayın, bir-birinizə ləqəb qoşmayın. Bütün bunların hamısını Allah Subhanahu taala qadağan edir. Və nəhayət üçüncü bağlı olan şey nədir? Beli bağlı saxlamaq. Bu nə deməkdir? Yəni zina etməmək. Zinadan qorumalısan özünü. Kiminsə xüsusilə də qonşuya sataşmamalısan. Deməli, burada bir gözəl bir şey tapmışam internetdən. Azərbaycan, Özbək və Anadolu türklərinin atalar sözü. Atalar sözü. Əlinə, belinə, dilinə hakim ol. Atalar sözüdür. Bu elə-belədən gəlməyib ki. Dədə-babadan hamı bilir ki, kişi gərək kişi kimi yaşasın. Dilini qorusun, gözünü qorusun, əlini qorusun, cinsiyyət üzünü qorusun. O pis əməllərdən. İndi gələk o qadağalara. 12 dənə qadağa var burada. 12 qadağa. Bu qadağaları qısa-qısa deyəcəm, hər birinə də dəlilləri qısa deyəcəm. Olduqca çox dəlillər var. Birincisi, hələ başlamamışdan qabaq qeyd edim ki, bu 12 dənədən birini edəni Əxilər Təşkilatından qovurdular. Təsəvvür elə, cəmaatdan qovurdular ki, sən bizə lazım deyil, sən bizim cəmaatdan deyilsən. Bunlardan birini eləyəni. Diqqət edin, 1. İçki içmək. Qurani Kərimdə Maidə surəsi 90-91 haram buyurur Allah Taala. Hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, 10 dənə lənət içənə də, içizdirənə də, süzənə, gətirənə, aparana, satana, alana, hamısına lənət gəlir. 2. Zina etmək. Qurani Kərimdə Allah Taala deyir ki, zinaya yaxınlaşmayın. Peyğəmbər sallallahu əleyhi və səlləm də deyir ki, zina ən böyük günahlardan biridir. Ən böyük günahlardan. 3. Münafiqlik. İkiyüzlülük. Hərəyə bir cür yaxınlaşır. Hamı razı salmağa çalışır. Müsəlmanları, qeyri-müsəlmanları, hamını. Münafiq. Allah Subhanahu taala Ən-Nisa surəsində deyir ki, münafiqlər cəhənnəmin dibinə düşəcəklər. İnnel münafiqinə fi'd-dərkil əsfəli minən-nar. Cəhənnəmin dibinə düşəcəklər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də hədisdə münafiqi ikiyüzlünü cəhənnəmə düşəcəyi ilə dəfələrlə xəbərdar edib. Bundan uzaq durmaq lazımdır. Dördüncüsü, diqqət edin, təkəbbürlü olmaq. Loğman surəsində Loğman öz oğluna nəsihət edində deyir, təkəbbürlü olma. Allah təkəbbürlü olanları sevmir. Hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qəlbində zərrə qədər təkəbbür olan cənnətə girməyəcək. Bu çox təhlükəlidir. Beşincisi, zülm etmək. Nə qədər ayələr var Allah Taala orada qeyd edir ki, zülm etməyin. Hətta ayələr var orada deyir ki, zalimlara Allahın lənəti olsun. Zalıma lənət gəlir. Sən necə zülm edə bilərsən? Məzlumla Allahın arasında heç bir pərdə yoxdur. Sən qorxmursan? Alimlər deyir ki, ola bilər ki, adam 40 il, 50 il mal dövlət yıxsın. Bir anda bir məzlumun bədduası ilə onun hamısını itirsin. Olub elə şey yoxsa yox? Olub, indi də o var və bundan sonra da olacaq. Çünki məzlumun haqqı var. Hətta axirətdə o körpünün üstünü keçəndən sonra ərasat deyilir ora. Qantara. Orada dayanacaqlar, məzlum zalimdən öz haqqını alacaq. O haqq ödənməmiş zalim cənnətə girə bilməz. Sonra kin saxlamaq. Bu çox maraqlı məsələdir. Həşr surəsinin 10-cu ayəsi. Yer üzündə nə qədər müsəlman var? Yəni özünə müsəlman deyən 2 milyard. Onların heç olmasa 1 milyardır. Quran oxuyur, heç olmasa. Gəlir Həşr surəsinin üstündən keçir. Orada deyir ki, Rabbənə iğfir lənə və li-ixvanillezine səbəquna bil-iman və la tec'al fi qulubina ghillan lillezine amanu. Dili ilə bunu oxuyur. İstəyir ərəbcə, istəyir öz dilində, fərqi yoxdur. Ey Rəbbimiz, bizi və bizdən əvvəlki müsəlmanları, möminləri bağışla. Qəlbimizdə kin, kudurətə yer vermə onlara qarşı. Yəni, qəlbimizdə kin olmasın heç bir möminə qarşı. Dili ilə bunu oxuyur ki, Allah Taala bunu qadağan edir. Amma görürsən ki, qəlbində
Özü bu məzhəbdədir, o biri məzhəbdəkinə elə nifrət edir. Elə kin saxlayır. Deyir sana, sən nə gündəsən? O da sənin müsəlman qardaşındır. Nə olsun, başqa cür fikirləşir. Başqa formada namaz qılır. Başqa formada filan zikir eləyir, duanı eləyir. Axı bu bunu dindən çıxartmır. Ondan soruşsan deyəcək ki, Rəbbim Allahdır. Sənin də Rəbbin Allahdır. Dinim İslamdır, sənin də dinin İslamdır. Kitabım Qur'andır, sənin də kitabın Qur'andır. Qibləm Kəbədir, sənin də qiblən Kəbədir. Peyğəmbərin Muhammed sallallahu aleyhi ve sellem'dir, sənin də Peyğəmbərin Muhammed sallallahu aleyhi ve sellem. Bu təməl ikinizdə də o var ikən, nəyi bölüşdürə bilmirsiniz? Hansısa onun əməli xoşuna gəlmirsə, o özü bilər, özü cavab verəcək. Amma əsas o ana təməl ki var, yəni hamı müsəlmandır, qutardı getdi. Ona hörmətlə yanaşmalısan. Kin saxlamaq bu nə deməkdir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, müsəlmandan 3 gündən artıq küsülü qalmamalıdır. İndi baxırsan ki, 3 gün nədir? İllərlə küsülü qalırlar. Heç arvadlar belə eləmir. Bəzi arvadlar görürsən küsülü olanda 6 aydan sonra, 1 ildən sonra barışırlar. Bunlar arvadlardan da betərdirlər. 10 il, 15 il, 20 il, ölənə qədər. Mən qorxuram ki, həmin adam ölüm yatağında vəsiyyət edəndə desin ki, filan kəs mənim cənazəmə gəlməsin. Çünki mən o ilə küsülü idim, xoşuma gəlmirdi o mənim. Biabırsılıqdır. Belələrini dərhal qovurdular. Dərhal. Və o küsülü qalanlar ki var, bilirsiniz necə təhlükəlidir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hər 1-ci və 4-cü gün göy qapıları açılır və Allah subhanahu teala günahları bağışlayır. Yalnız küsülülərdən başqa. Mələklərə deyir ki, onların günahlarını hələ bağışlamayın. Nə vaxt barışsalar öz aralarında, ondan sonra bağışlayarıq. Fikir ver. Onda biz nə etməliyik? Kim bizdən küsüb, biz ondan küsməməliyik. Biz onu görəndə salam da verməliyik. Bizim salamımızı almasa belə. Niyə? Çünki sən o küsülülərdən sayılma. O günaha özünü batırma. O özü bilər, özü qiyamət günü cavab verəcək. Sən yaxşı ol. 7-ci, söz verib sözünün üstündə durmamaq. Bilirsiniz nə deməkdir? Bugünkü gün o təşkilatda heç adam qalmayacaqdır. Bəqərə surəsinin 177-ci ayəsində Allah subhanahu teala həqiqi o yaxşılığı vəsf edərkən, bildirərkən ki, həqiqi yaxşı, xeyirxah əməl sahibi kimdir? Orada nə qədər sadalayır? O sadaladıqları əməllərin içində biri də nə olur? Söz verib sözünü yerinə yetirənlər. Yaxşı, bunun əksi nə sayılır? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, münafiqin 4 əlaməti var. O əlamətdən biri nədir? Söz verəndə sözünü yerinə yetirmir. Bizim bir 150 il bundan əvvəl kişilər var idi, kişilər. Təsəvvür elə 2 kişi arasında əməlli başda silahla ədavət gedir. Qoçudular bunlar ikisi də. O qoçulardan birini sürgün eləyirlər Sibirə. SSR dövrü. O biri qoçu gəlir, deyir ki, mən sənə söz verirəm ki, sənin ailəvi mən qoruyacam, namusunu. Nə ehtiyacı olsa yemək və s. onu mən ödəyəcəm. Vəssalam. Sözün üstündə də durur, ölənə kimi onlara xidmət edir. Böyük qardaş kimi. Bu başqa məsələdir. Bu əsl kişilərin xasiyyətidir. 8-incisi, yalan danışmaq. Mən həmişə Allaha şükür eləmişəm, indi də şükür edirəm ki, ömrümdə heç vaxt yalan danışmamışam. Və dua edirəm ki, Allah mənə nəsib eləsin, bundan sonra da ölənə qədər yalan danışmayayım. Çünki yalan danışmaq çox qorxuludur. Baxın, Möminin surəsində Allah Teala deyir ki, onlar yalana şahidlik etmir, yalan danışmırlar. Yəni möminlər. Rasulullah sallallahu aleyhi ve sellem də sahabələrə böyük günahları izah edir. Bilirsiniz, ən böyük günahlar hansılardır? Ən böyük. Bax, göstərim ki, Peyğəmbər sallallahu aleyhi ve sellem elədiyi kimi olsun. Başa düşəsiniz ki, necə eləyib. O belə söykənib, sahabələrə belə deyir ki, ən böyük günah bilirsiniz nədir? Onlar deyir ki, nədir ya Rasulullah? Deyir ki, Allaha şərik qoşmaq. Böyle sakit, təmkinlə deyir. Sonra valideynin üzünə ağ olmaq. Diqqət edin, sonra belə edir, bax.
Yalan danışmaq, yalan danışmaq, yalan danışmaq. Sahabelər deyir ki, kaş qəzəblənməsəydi, sussaydı, özünə bu qədər əziyyət verməsəydi. Fikir ver, Allaha şərik qoşmağı çox sakit, valideynə çox sakit dedi. Fikir verin, niyə? Alimlər deyir ki, tövbə eləyəcək, Allah onu bağışlayacaq. Gəlib valideyndən üzr istəyəcək, valideyn onu bağışlayacaq. Amma yalan ki, insanlar arasında yayılacaq, gəlin də bunun hamısını o insanları bir-bir tutduğundan ki, mən yalan danışmışam. Həqiqət beləymiş, məni bağışlayın. Bu bilirsiniz necə çətindir? Buna görə, görün nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qəbirdə gördüm ki, bir nəfərin ağzını cırırlar. Və mənə dedilər ki, bunun ağzını qiyamətə qədər cıracaqlar. Qiyamətə qədər necə cırılacaq? Bu tərəfi cırırlar, sonra bu yana cıranda bu tərəf bitişir. Bu tərəfi cıranda bu yan bitişir. Bax, beləcə qiyamətə qədər cırırlar. Soruşdum ki, bunun aqibəti niyə belədir? Çünki onlar yalan danışırdılar, cəmaat elə bilirdi ki, bu doğru sözdür. Doğru kəlam kimi cəmaat arasında yayılırdı. Niyə? Çünki cəmaat ona etibar edir ki, bu etibarlı adamdır, bu yalan danışmaz. Bu yalan danışır və bu yayılır. Buna görə də bunun əzabı qəbirdə budur. Bir dənə başqa rəvayətdə də, deməli, qiyamət günü odlu qayçılarla dillərini kəsəcəklər özlərini. Özlərinin dillərini. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ey Cəbrail, bunun halı niyə belədir? Niyə belə eləyir? Deyir, bu sənin ümmətinin dəvətçiləridir. Cəmaatın onlara olan etibarından istifadə edib yalan danışırdılar. Yalan fətvalar verirdilər, yalan hökmlər verirdilər və s. Bunların halı budur. Yalandan uzaq olun, qardaşlar. Nə qədər doğru danışsanız, bir o qədər də Allah sizin əməlinizə həmişə bərəkət verəcək. Və ən əsası da, həmin o yalan danışanlar doğru danışanlara heç nə eləyə bilməyəcəklər. 9-uncusu, əmanətə xəyanət etmək. İndiki dövrdə nə qədər adam o təşkilatdan qovulmalı idi? Nə qədər adamlar mənə zəng eləyir, qardaşlar, ki, qardaş, filan qardaşa nəsiyyət elə, 100 min alıb məndən qaytarmır, 200 min alıb, 500 min alıb, 1 milyon alıb. Baxırsan ki, qardaş, sahabələr 1 manat borcu olanda bilir ki, onu qaytaracaq. Amma yata bilmirdi ki, mən birdən səhərə sağ çıxmadım, bu nə olacaq? Vəsiyyətinə yazırdı ki, filan kəsə borcum var, mənə birdən bir şey olsa borcu qaytarın, ha? Peyğəmbər sallallahu aleyhi ve sellem namazlarda demək olar ki, çox vaxt bu duanı edirdi. Allahümmə inni əuzubikə minəl mə'səmi vəl-məğram. Allahım, borclu qalmaqdan, günah işlər görməyi sənə sığınıram. Həyat yoldaşı deyir ki, ya Rasulullah, sənin borcun yoxdur axı heç kəsə. Borcun olmadığı halda Allaha sığınırsan, fikir və gör necə qorxur ha borcdan. Deyir ki, bəli, çünki borcu olan adam daim yalan danışır, söz verəndə də sözünü yerinə yetirmir. Fikir verin, o borcu alan adamlar var, hansı ki, alanda qaytarmaq niyyəti yoxdur. Allah ona o borcu qaytarmağı nəsib eləmir, bu bir. Həmişə yalan danışmağı ona nəsib eləyir ki, söz verəndə də sözün üstündə durmağı ona müvəffəq eləmir. Amma kim ki, borcu alanda qaytarmaq niyyəti varsa, Peyğəmbər s.ə.v nə deyir? Deyir, borc alanda o borcu qaytarmaq niyyəti olan adama Allah özü kömək eləyir borcu qaytarmağa. Vallahi ki, kömək eləyir. Və bir borclu adam gəlir Əli ibn Əbi Talibin yanına radiyallahu anh. Əli ibn Əbi Talib radiyallahu anh təsəvvür edin xəlifədir. Xəlifə bilirsiniz də ümmətin böyüyü. Belə baxsan əslində bunun gərək çoxlu xəzinədə pulu olsun, varlı olsun. Ancaq kasıb gəlir ona ki, bəs mənə kömək elə borcumu qaytarım. Deyir ki, məndə sənə kömək eləyə qədər pul yoxdur, imkan yoxdur. Yəni adamın əlinə hər gün gəldikcə Allah yolunda paylayıram sana. Az bir şey saxlayır özü üçün, ailəsi üçün. Gör, necə yaşayıblar. Amma deyir, mən sənə bir dua öyrədəcəm. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrədib onu. Deyib ki, kim bu dua ilə Allaha yalvarsa, onun borcu dağ boyda olsa belə, Allah o borcu ona qaytarmağa kömək edəcək. Allahümmə kfini bi halalikə ən haramik və əğnini bi fadlikə əmmən sivak. Allahım, öz nemətlərin sayəsində məni özündən başqasına möhtac etmə.
Yəni, halal nemətlə məni kifayətləndir. Harama göz dikməyin. Harama əl uzatmayın. Öz lütfün sayəsində məni özündən başqasına möhtac eləmə. Bunu dedim, yadıma nə düşdü? Böyük alimlərdən birinin gözəl bir sözü var. Deyir ki, ana bətnində insana ki, qədərinə yazılır, əcəl, bir də ruzu. Bu iki şey qaçılmazdır. Bu iki şey mütləq səni gəlib tapacaq. Vaxtın nə vaxtısa, o vaxtda aparacaq səni. Ölüm mələyi. Əcəl. Ruzu da bu gün nə yazılıbsa onu yeyəcəksən. Onu içəcəksən. O qədər pul qazanacaqsan. Amma burada belə bir şey var. İki yol var. Sən əgər ağıllı olsan, Allahdan qorxsan, mömin olsan, səbirli olsan, onda əcəl sənə, sən yaxşı halda olduğun vaxt gəlib sənin canını alacaq. Quran oxuyan yerdə, namaz qılan yerdə, səcdədə, ümrədə, həzdə və s. Buna gözəl sonluq deyilir. Yox, əgər sən azğın olsan, ağılsız olsan, onda nə olacaq? İçkili halda, qumar oynadığın yerdə, zina elədiyin yerdə, adam öldürmək istədiyin vaxtda və s. gəlib sənin canını alacaq, vay sənin alına. Ruzu da elədir. Səbir eləyirsən, səbirlə ancaq halal yolla qazanmağa çalışırsan, sənə nə yazılıbsa o gəlib sənə çatır onsuz da. Bu birisi isə tələsir haram yolla, o da ona nə yazılıb o çatır, amma haram yolla. Və bəzən görürsən ki, o onun heç xeyrini görmür. O bizdə məsəl var, hay-hay ilə gəlir, vay-vay ilə də gedir. Deməli, 10-cu insanın eybini açmaq, ifşa etmək. Allah Subhanahu Quranda nə deyir? Lə təcəssəsu. Və lə təcəssəsu deyir, fikir verin, casusluq etməyin. Bilir ki, gələcək nəsillər arasında, müsəlmanlar arasında cəsusluq edənlər olacaq. O dövrdə sahabələrdən heç kəs cəsusluq etmirdi. Bu xitab kimədir? Gələcək nəsillərdən olan o cəsuslara, adam güdənlərə, eyb axtaranlara. Halbuki, müminin eybini ört-bastır eləsən, Allah da qiyamət günü sənin eyblərini örtəcək. Mötəbər bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ey dili ilə iman gətirib qəlbinə hələ iman girməyən kimsələr, mömin qardaşlarınızın eybini axtarmayın. Kim möminin bir eybini axtararsa, Allah onun eybini evində olsa belə üzə çıxarar. Biyabır eləyər onu. 11-incisi xəsislik etməkdir. Diqqət edin, xəsislik etmək. Quran-ı Kərimdə ayədə deyir ki, o möminlər ki, gecə-gündüz Allah yolunda malından xərcləyir. Nə xəsislik edir, nə də israf. Orta yol tuturlar. Mömin belə olmalıdır. Xəsis olmamalısan və həddən artıq israfsız olmamalısan. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem'i vəsf edən sahabələr gör nə deyir? Deyir, onun yanına gələn heç kəsi əliboş qaytarmırdı. Özü ona kömək eləmək imkanı olmayanda deyirdi ki, get filan sahabənin yanına. Qardaşlar, biz indiyə qədər 26 il ərzində o qədər insanları kasıbı varlıya calamışıq ki, yəni görürük ki, filan kasıbdır, əməliyyata ehtiyacı var. Şəxsən mənim ona kömək eləməyə gücüm çatmır. 5.000, 10.000 əməliyyatın qiyməti var. Nə edirəm? Zəngin bir qardaşa deyirəm ki, kömək elə ona. Kömək eləsə, savab nə qədər qazanırsa, eyni savabı da mən qazanıram. Çünki mən yönəltdim onu o xeyirxalq işə. Bax, sizə də tövsiyəm odur ki, insanlara o yaxşı işlər görməyə tövsiyə edin. Bacarırsınızsa özünüz edin. Ancaq xəsis olmayın. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hər gün yer üzünə 2 mələk inir. Hər gün, səhər-səhər. Onlardan biri dua edir, deyir ki, Allahım, malından sənin yolunda xərcləyən hər kəsin malını artır, bərəkət ver. Xəsislik edəni məhv elə. Hər səhər bəddua edir o mələklər. 12-cisi adam öldürməkdir. Maidə surəsində ayədə hamımıza məlumdur. Adəm əleyhissalamın bir oğlu o birisini ki öldürür. Allah Teala sonra nə deyir? Sonraki nəsillərdən hər ölümdən onun payı var.
Dikkat edin, kimsə kimsə öldürürsə, ondan günah ona da gedir. Çünki ilk dəfə onu eləyib. Burada da ola bilər, məsələn, kimsə qızışdırır kimlərisə bir-birini öldürməyi. Bu öldürmür. Amma qızışdırdığına görə onların qazandığı günahdan bu da qazanır. Çünki o, bunları yönəldi bu yola. Təşviq edib. İndi bir qədər bundan əvvəl qeyd elədim ki, Nizami Gəncəvi, Allah ona rəhmət eləsin, Əxilər Təşkilatının üzvü idi. Deməli, Abdurrahman Cami adlı bir şair var. Öz təzkirələrində qeyd edir ki, Nizami Gəncəvi əxi şeyxi olub. Və 70-ci illərdə səhv eləmirəmsə, Nizaminin Həyat Yolu adlı bir kitab var. O dövrdə yazılıb. O kitabın içində də qeyd olunur ki, Nizami Gəncəvi Əxilər Təşkilatının üzvü olub. Nizami Gəncəvi necə oldu ki, birdən-birə o cür dahi oldu? Necə oldu ki, Allah Teala ona nəsib elədi, elə gözəl sözlər yazdı. O gözəl sözlərə 850 il bərəkət verdi Allah Teala. O yazdıqlarının içində bərəkətli sözlər var idi deyə Allah Teala bərəkət verdi. Xəmsənin, o xəmsədən hər birinin əvvəlini açırsan, başlanğıcı başlayır nə ilə? Allaha tərif, sonra Peyğəmbərini tərif, sonra dini, sahabələri, 60-70 səhifə şeir ancaq dindən, dini tərifləyir, İslam dinini. 5-də də xəmsənin o hər kitabın əvvəlində bunu deyir. Və o şeirlərə baxanda görürsən ki, o şeirlərin mənası ya Qurandan götürülüb, ya hədislərdən. Özü də etiraf edir. Özü də etiraf edir ki, mən bu elmi Quran və hədisdən götürmüşəm. Diqqət edin, 7 gözəl əsərində səhifə 26-da nə deyir? Dünyada nə qədər kitab var belə, çalışıb, əlləşib, gətirdim ələ. Ərəbcə, dəricə yeri düşərkən Buxari, Təbəri əsərlərindən. Gör, nə oxuyurdu? Təbəri, yəni Quran, təfsir, Buxari, hədis. Adam bunları oxuyub, dərk edib, bunların mənasını şeirlə insanlara çatdırıb, Allah onun yazdıqlarına bərəkət verib. Adam dua edirdi ki, Allaha, Allah onun yazdıqlarına bərəkət versin. Ömrünün sonunda şəhadət gətirib, mömin kimi bu dünyadan köçsün. Dua edir, təsəvvür edin. Belə dua siz görməmişsiniz. Şeirlə dua eləmək. Gələndə son yuxu, bitəndə tabım, güllərim tökülsə qalsın gülabım. Dilimə sən özün bəxş et şəhadət, işimin sonunda tapım səadət. Duaya bax, yəni canımı alsan da əməlim qalsın, əməlim, yazdıqlarım, insanlar ondan faydalansın. İngiltərədə muzeydə saxlanılsın, Ermitajda və digər yerlərdə. Və son nəfəsimdə mənə la ilahe illallah deməyə nəsib elə ki, cənnətli olun, saadətə qovuşun. Bunu Allah Subhanahu taala görün necə ucaldı. Diqqət edin, Buxarini misal olaraq çəkir. Təkcə Buxari deyil ki. Bilirsiniz nə qədər mühəddislər var? Nə qədər mühəddis, o mühəddislərin gətirdiyi hədislər var? Yaxşı, bugünkü gün Buxarini sevməyənlər çıxıb efirdə ağlına gələni danışmaqla Buxarini gözdən salsın. Və tutaq ki, onu saldın gözdən. Tutaq ki, insanlar Buxariyə nifrət elədi. Muslimi nə edəcəksən? Abu Davudu, Tirmizini, Nəsaini, İbn-i Macəni, Əbu Hanifə, Şafi, Malik, Əhməd ibn Həmbəl, Abdurrazaq ibn Əbi Şeybə, Hakim, İbn Xuzeymə, İbn Hibban və digərləri 50-dən çox mühəddis saya bilərəm sizə. Etibar, mötəbər kitabları olan mühəddislər. Bunları nə edəcəksən? Mən bunu niyə misal çəkirəm? Misal üçün. Kimlər ki, deyir ki, hədis boş şeydir. Bir dənə hədis. İnnəməl əməlu bin niyyət. Bu hədis Buxaridə rəvayət edib, digər hədis kitablarında da var. Bütün fiqh kitablarında var. Təfsir kitablarında var. Tarix kitablarında var. Bütün İslama aid kitablarda var. Bu kitabların hamısını gözdən salacaqsan, təbliğat aparacaqsan ki, bu kitablar pisdir, oxumayın. Kitabları qoydum kənara. Yer üzündə olan müsəlmanlar, bayaq dedim, 2 milyard özünə müsəlman deyir. Onların əksəriyyəti danışanda
Deyir ki, filan hədis, filan hədis. Yüz minlərlə məscid var yer üzündə. Hər cümə xutbəsində, imam xutbədə danışanda hədis deyir. Məscidlərdə dərslər keçirilir. Həftədə 2 dəfə, 3 dəfə. Universitetlərdə, məktəblərdə, sosial şəbəkələrdə, Instagram, TikTok, YouTube. Bu hədislərin qarşısını necə alacaqsan? Necə alacaqsan bunu? Yəni, hədis boş şeydir. Bu nə deməkdir? Hədis boş şey deyil. Diqqət edin mənim dediyimə. Görəcəksiniz ki, hədis boş şey deyil. Allah Subhanahu Quranda ayələrin birində deyir ki, ey Muhammed, biz sənə kitabı və hikməti nazil etdik. Fikir verirsiniz? Nazil etdik. Göydən gəldi o. Kitab başa düşdük. Nədir? Quran. İndi bir kimsə çıxsın, desin, görək, göydən gələn hikmət nədir? Hədisdir. Bütün təfsir alimləri etiqad edir ki, hədisdir. İkinci ayə, sizə öz aranızdan Peyğəmbər göndərdi ki, sizə kitabı və hikməti öyrətsin. Kitab Qurandır, başa düşdük. Hikmət nədir bəs? Nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem gəlib sahabələrə əkinçiliyi öyrədirdi, malqara otarmağı öyrədirdi. Yoxsa ki, hikmət başqa bir şeydir. Onların bilmədiyi bir şeydir. Onların bilmədiyi dinə aid olan qayda qanunlar. Quranda deyir ki, namaz qıl. Necə? Hədis onu öyrədir, həmin o hikmət. Bunu lap aydın başa düşmək üçün, qardaşlar, diqqət edin bu hədisə. Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün gəlir, baxır ki, sahabələr xurma bağında xurma ağaclarını tozlandırır. Tozlandırır ki, yaxşı bar versin. Deyir ki, belə eləməsəz daha yaxşı olar. Onlar da ona qulaq asır, eləmir. Həmin il o ağaclarda xurma yetişmir. Balaca büzüşmüş şeylər əmələ gəlir. Gəlir, görür, bağa baxır, deyir ki, bu niyə belədir? Sahabələr deyir, ya Rasulullah, sən dedin tozlandırma, biz də elədik, ona görə də bax, belə oldu. Məxşur sözüdür ya. Deyir ki, siz dünya işlərini məndən yaxşı bilirsiniz. Əntum ədra bi umuri dünyakum. Fikir ver. Dünya işlərini siz məndən yaxşı bilirsiniz. Yəni, dünya işlərində mənə müraciət eləməyin. Öz bildiyinizi edin. Xəndək döyüşündə Salman Farisi təklif edir xəndək qazmağı. Dünya işidir. Dünya işlərinə aid, diqqət edin, Allah Subhanahu Quranda deyir ki, sahabələrinlə məşvərət et. Və şəavirhum fil əmr. Hansı əmrdir burada? Dini məsələdə sahabə hansısa bir özündən nəsiyyət edə bilər ki, yox, 4 rükətli namazı gəl 6 eləyək. Yox. Burada dünyavi məsələlərdən söhbət gedir. Dünyavi işlərdə sahabələrinlə məşvərət et. Gördün ki, onların məsləhəti sənin ağlına batır. Qəti qərara gəldin ki, bunu eləsən daha yaxşı olar. Ondan sonra Allaha təvəkkül elə və o işi gör. Fikir verin, bunlar hamısı onu göstərir ki, Allahın Peyğəmbər sallallahu aleyhi ve sellemə öyrətdiyi o hikmət hədisdir. Və o hədisi də qiyamətə qədər heç kəs aradan qaldıra bilməyəcək, gözdən sala bilməyəcək. Buna əmin ola bilərsiniz. Çünki hədis Quranı izah edir. Hədis Quranı izah edirsə, vəssalam. İndi yenə qayıdıram öz mövzumuza, əxilər mövzusuna və bu mövzunu bu söhbətimlə də tamamlayacağım. Deməli, mən 2 ildən çoxdur ki, müsəlmanların birliyi üçün təbliğat aparıram. Hətta ayrıca kitab yazmışam, 3 dildə, Azərbaycan, Rus, Türk dillərində. Müsəlmanların birliyinə çağırır. O kitabda qeyd eləmişəm ki, əgər qarşındakı müsəlmandırsa, yəni tovhid əhlidir, şirk, küfr eləməyən birisidir, müsəlmandırsa, sənin qardaşındır. Təriqətindən, firqəsindən, məzəbindən asılı olmayaraq. Qardaşındırsa, sən qardaşının sənin boynuna düşən haqları ödəməlisən. Salam verir, salamını almalısan. Cənazəsində iştirak eləməlisən. Nəsiyyət istəyir, nəsiyyət verməlisən. Köməyə ehtiyacı var, kömək edirsən. Asqırıb, əlhəmdülillah deyir, yarhamukallah deyirsən. Xəstələnib ziyarət edirsən. Bu, onun haqlarıdır. Amma bu biri tərəfdən də görürsən ki, məsələn, hansısa bir əməli Peyğəmbər sallallahu aleyhi ve sellemin əməlinə zid edir, ged ona nəsiyyət elə. Amma bir dənə o əməlinə görə onu İslamdan sən silə bilməzsən axı. Qardaşlıqdan silə bilməzsən. Bu yaxınlarda bir məclisdə idim.
Məclisdən çıxdım, bir də gördüm bir nəfər yaxınlaşdı mənə. Mən səninlə razı deyiləm. Belə həm təkəbbür, həm belə tərbiyəsizcəsinə. Baxdım belə, onun səviyyəsinə düşən deyiləm ki. Dedim, nə ilə narazısan? Nəyimlə narazısan? Neçə vaxtı mən təbliğat aparıram, bu razı deyil. Deyirsən, şiyələrə qardaş deyirsən. Deyirəm, yaxşı, bəs sən nə deyirsən? Deyir, onlar kafirdir. Deyirəm, mən səninlə burada mübahisə eləməyə vaxtım yoxdur, özü də ayaq üstü. Bircə dənə sənə etirazım var. Bir dənə deyən ki, Allaha and olsun ki, şiyələrin hamısı kafirdir. And içdi. And içdi. Dedim ki, Allahın lənəti olsun yalan danışanlara. Bu nə deməkdir? Mənim, vallahi deyirəm sizə, elə yaxın, tanıdığım şiə müsəlmanlar var ki, biz uzun illər bir yerdə çalışmışıq, həcc ziyarətinə adam aparmışıq, gətirmişik. Onların arasında hələ bir dəfə də onlardan eşitməmişəm ki, şirk küfr eləsin, sahabəni söysün, lənətləsin. Hamısı orta mövqeyli insanlardır. Əhl-i beyti daha çox sevir, möhürlə qılır, amma küfür, şirki yox, sahabələrlə işi yox. Buna mən necə kafir deyim? Bax, budur müsəlmanların bugünkü gün evini yıxan etiqad. Eşidir ki, filan kəs kafirdir, deyir ki, hamısı kafirdir. O da sənə deyə bilər ki, əhl-i sünnə kafirdir, çünki əhl-i sünnənin içində də kafirlər var axı. Bir kafirə görə bütün ümməti kafir saymaq olar, bu ağılsızlıqdır. Deməli, Azərbaycan Respublikasının rəhbəri var, bilirsiniz. Bu rəhbər İslam konferansında çıxış edərkən, mən bu haqda danışmışam. Orada nə deyir? Deyir ki, biz imkan verməyəcəyik ki, bu məmləkətdə təriqət, firqə, məzhəb qarşıdurmaları olsun. Hamı müsəlmandır, qutardı. Yəni, hamı qardaş olmalıdır. Eyni, buna bənzər bir şey, təsəvvür edin, bəlkə bir 10 il bundan əvvəl, Türkiyədə mən o yaşayarkən, Türkiyənin prezidenti danışır, deyir ki, bir dəfə mən babamdan soruşdum ki, baba, biz Lazıq yoxsa Türk? O da baxdı mənə, dedi ki, bugün sabah hamımız öləcəyik, qəbirdə bizdən soruşmayacaqlar ki, sən Lazsan, Türksən, Kürdsən, Azərbaycanlısan, Sünnisən, Şiyəsən, nə bilim, kimsən. Səndən soruşacaq ki, dinin nədir? Müsəlman desən, qurtulacaqsan. Elə deyil, hədisdə elə gəlir də. Müsəlmanam desən, qurtulacaqsan. Filan təriqətdən, filan məzhəbdənəm desən, yox. Müsəlmanam desən, qurtulacaqsan. Bax, buna üstünlük vermək lazımdır. Ona görə, əziz qardaşlarım, mənim sizə məsləhətim odur ki, bütün o ixtilaflardan kənar durasınız. Əgər elminiz varsa, qarşınızda olanı səhv sayırsınızsa, öz elminizə görə, ayrılıqda o ilə oturub söhbət eləyin, məsələni çürüdün, qutarsın, geçsin. Yoxsa bütün günü YouTube-da bunlar onlara, onlar bunlara, rəddiyələr, bu onu pisləyir, o bunu pisləyir, bu hamısı ədavətə gətirib çıxarır. Düşmənçiliyə gətirib çıxarır. Biz qoymamalıyıq ki, bura Azərbaycan, bu olan əmin-əmanlıq bərbad günə düşsün. Burada müsəlmanlar bir-birini qırsın, başqa yerlərdə olduğu kimi. Sonda, əziz qardaşlarım, hamımızın adından İbrahim Aleyhisselamın bizə öyrətdiyi gözəl dua var. O dua ilə Allaha dua edib deyirəm. Rabbi həblənə hukmən və əlhiqnə bis-salihin və cəllənə lisənə sıdqin fil-əxirin və cəllənə min varəfəti cənnətin nəim. Ey Rəbbimiz, bizə çoxlu elm, müdriklik, hikmət bəxş et. Sonraki nəsillərə, yəni sonraki qovuşacağımız əməli salih insanlara bizi qovuşdur. Peyğəmbərlərə, siddiqlərə, şəhidlərə. Sonraki nəsillər həmişə bizi xoş xatirə ilə yad etsin deyə bizə gözəl ad qismət elə və bizi nəim cənnətinin varislərindən et. Subhanəkallahumma və bihəmdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.